Herkes salamlayıram. Bunu çəkirəm. Bu Məmmədov Mahirin boş torpaq sahəsi çöl torpağının yanıdır. Bura işıq çəkib. Boş torpağa. Üzümü tutub deyirəm. Cənab Nazirə, Baş Prokuror Kamran Əliyev, Vilayət Eyvazov. Bu hansı səbəblərlə uyğundur ki, boş torpağa tok çəkə? Bunu niyə görə belə eləyir? Bəyən bu dövlət malın çapıb talayan, dövlət malın basıb yeyən necə dövlət məmuru ola bilər ki? Bax, budur. Bax. Hamısı evlərə verilən, divara vurulan nəzik turbalar. Şoçuq bağlanmaq üçün. Bax, hamısını svarkalayıb bir-birinə işlədib özünə qapı düzəldib. Bax, həmçinin. Bax, olan hamısının bax, hamısı orada, bax, çəkirəm hamısını yaxından. Bax, stolbaları kəsib, hər birini işlədib ora. Dövlət malın, dövlət əmlakın talayır. Mən də buradan səslənəm Baş Prokuror Kamran Əliyevə, Baş Nazir Vilayət Eyvazova. Bunu hansı haqla eləyir? Belə bir adam dövlət məmuru ola bilərmi? Dövlət xaini olan bir adam. Bu günləri bunu bilirik ki, işə girən adam 1 il, 5 il ərzində belə şeylər eləyə bilməz. Gəlib buradan 5 min, 10 min verib torpaq alıb, torpağa gətirib beləsinə dövlət malın mənimsəyib, gətirib belə bir işlər görüb. Dübarədə gəlib, boş torpağa götürüb, orada işıq çəkib. Boş torpağa, burada bağa çəkirəm. Ətraflı çəkəcəm. Bax, o stolba işıq çəkib. Bir dənə ev yox. Sahədir. Boş sahəyə. Buna da niyə görülüb? Gətirir burada svarka işlərin zadın hamısını burada görür. Niyə görə bu cür xain bir insanlar bizim dövlət məmuru ola bilər? Bu günləri hər yerdə bunun belə saxta işləri var. Hamısını çəkib bir-bir paylaşacağım. Asfalt qırağından nə boyda torpaq alıb, orada da işıq dirəklərini kəsib beləsi istifadə edib, burada da belə.